Sənə sürprizim var. Belə bir boyunbağı hədiyyə edəcəm sənə. Ne güzeldi bu. Amma söz ver ki, biz var olduğumuz müddətcə bu boyunbağını heç vaxt sarmayacaqsan. Söz verirsən? Söz veririm. Necədir həyatım? Bax şöyle açdı. Oktay! Oktay gözlə, Oktay! Nə gözlə? Gözlə nədir? Hara gedirsən? Mən səni hələ də unutmamışam. Unutmamağına şübhəm yoxdur. Boyunbağını hələ də istifadə edirsən, gördüm. Amma o sevincimi boğazımda qoydun, başqa birini tapsan. Sən bu boyunbağıya layiq deyilsən. Yadındadsa mən bu boyunbağını sənə hədiyyə verəndə dedim ki, biz var ikən ancaq bu boyunbağını istifadə edə bilərsən. Get indi gözüm görməsin səni. Get! Yani çıplak kadın bırakıp gittiğin gün bu defa çok bakmadım. İhanet mi? Ben onu kullanmadım. Canımı sık gitme kadın bende var. Getdim hə görəsən. Mən bu qızı göydə axtardım, yerdə tapdım. Qardaş, 5000 mən bu boyunbağıya pul vermişdim o vaxt buna hədiyyə verəndə. Mən gör nə qədər lox olmuşam ki, hələ də bunun kreditini ödəyirəm. Sən o yaxşı kartist elib bunu götürə bildin mi? Gedim satım Allah haqqı. Hə, dayan, mən bunu iPhone-da almışdım axı. Ay dədəm var. Amma Oktay bu işi bacarsan, bir dənə də artist elə. Musikanı verin, musikanı verin.